Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bugünkü videoda məlumat verəcəm ki, Azərbaycan Respublikasının ərazisində hansı ölkənin vətəndaşları nəql qala bilər və müqəddəti icazəni kimdən ala bilər və hansı halda ödəniş etməlidir və ya ödənişsiz qalmalıdır. Müəyyən hallar var ki, küllü miqdarda pul ödəməlidir, qalmağa, müəyyən hallarda pulsuz qala bilər. Əgər kiməsə maraqlıdırsa, videonun sonuna qədər izləsin, hörmətli izləyicilər. Əvvəlcədən sizdən xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxs bilsin. Eyni zamanda sizdən xahiş edirəm ki, bu videonu ona görə bəyənin ki, mən hüquqşünas Zaur Seyidzadə dünən 40 tanımışam və haqqında araşdırma aparmışam və kitabı yazmışam. Həmin kitabı 20 manat satıram. Dəstək üçün abunə olun ki, qoy hamı bilsin. Eyni zamanda hüquqi məsələsi üçün mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalına qeyd olunub. Bundan da əlavə YouTube kanalı şərh bölməsində istənilən videonun üzərində var. Eyni zamanda kart nömrəndə həmin onlayn məsələsi ala bilərsiniz. Eyni zamanda ödəniş də edə bilərsiniz kanala dəstək üçün. Və beləliklə keçən mövzuya, hörmətli izləyicilər. Əvvəlcə ondan başlayaq ki, xarici vətəndaşlar Azərbaycana qonaq gəldiyi zaman 15 gün ərzində miqrasiya xidmətindən qeydiyyatını keçirməli qalmaq üçün Qazaxıstan vətəndaşları isə 30 gün ərzində qeydiyyatını keçirə bilər. Yəni 30 gün ərzində qeydiyyatını keçirmək ehtiyac yoxdur Qazaxıstan ölkənin vətəndaşları üçün. Digər ölkənin vətəndaşları isə 15 gün qala bilir, qeydiyyatını keçirmək ehtiyac yoxdur. Eyni zamanda qeyd edin ki, xarici ölkənin vətəndaşı Azərbaycanda qalmaq istəyirsə 100.000 manatlıq əmlakı olmalıdır. Yəni evi ola bilər, obyekti ola bilər, fərqi yoxdur. Eyni zamanda bankda hesabı ola bilər qalmaq üçün və ya belə pulsuz qalmaq istəyirsə mütləq şəkildə ya yaxın qohumu olmalıdır. Yaxın qohum deyəndə yəni ki belə ata, ana, bacı, qardaş, ərvad, uşaqları olmalıdır ki, burada qala bilsin. Əks halda deyim vəsait olmalıdır. Nəzərə alın, hörmətli izləyicilər. Yalnız yaxın qohumu olan şəxslər və Azərbaycan vətəndaşının olan uşağı varsa, o halda qala bilər. Eyni zamanda gəlib Azərbaycanda nikaha daxil olsa, o halda da qala bilər. Yəni problem yoxdur. İcazəni birinci tərəf maksimum bir müddətini ala biləcək, sonrası artıracaq var. 5 il qədər icazə ala bilər. 5 ildən sonrası vətəndaşlıq verir. Mütləq şəkildə uşaqları olan şəxslər uşağına Azərbaycan mənsubiyyəti almalıdır. Oradakı ki, nəyə verir? Əgər uşağın atası və ya anası ikisindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya ikisi də vətəndaşı vaxtında olursa, eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı gedib xaricdə uşaq götürürsə, o halda mənsubiyyəti verir. Nəzərə alın. Eyni zamanda qeyd edin ki, vaxtından əvvəl həmin şəxs özü gedib xarici ölkədə dünyaya gəlibsə, valideynlər onu gətiribsə, o halda da ona mənsubiyyəti verir. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələlərdən biridir. Azərbaycan Respublikasının mənsubiyyəti Daxili İşlər Naziri tərəfindən verir. Yəni Azərbaycan Respublikasına mənsub olan şəxslər Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verir. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələlərdən biri budur. Şəxsiyyət vəsiqəsini siz bir ay ərzində ala bilərsiniz. Ola bilsin 10 günə də ala bilərsiniz, ola bilsin bir ayda ala bilərsiniz. Nəzərə alın. Amma kifayət qədər sənəd olmalı ki, həmin uşağın valideynlərindən ikisindən biri Azərbaycanlıdır və ya uşaq Azərbaycandan dünyaya gəlib. Bunu sübut etmək lazımdır. Hörmətli izləyicilər. Əsas məsələlərdən biridir. Eyni zamanda xarici vətəndaş
gəlib buradan nikaha daxil olsa, o hazırda qala bilər. Heç bir problem yoxdur. Və ya yaxın qohumu xəstədirsə, o hazırda qala bilər. Nəzərə alın, hörmətli izləyicilər. Bu da vacib bir məsələdən biridir. Onu da qeyd edin ki, Qazaxıstan ölkənin vətəndaşı 30 gündən sonra qeydiyyatdan keçdikdə cəmisi həmin 30 gündən bir yerdə 90 gün ərzində qala bilər. Digər ölkənin vətəndaşları da qeydiyyata keçdikdə 15 gündən sonra həmin 15 gündən bir yerdə 90 gün ərzində qala bilər. Amma vizanın gəlibsə, vizada nə qədər müddət qeyd olunubsa, həmin müddətdə qala bilər. Nəzərə alın, əsas məsələdən biri də budur. Hörmətli izləyicilər. Qeyd edin ki, müqəddəti icazənin alması üçün dövlət rüsumu 120 manatdır, təcili almaq üçün 160 manatdır. Nəzərə alın, hörmətli izləyicilər. Bundan əlavə bir ildən artıq almaq istəsəniz 240 manatdır, 260 manat və 340 manat aralarında qiymət dəyişir. Nəzərə alın. Bu da sizə informasiya verdim. Hörmətli izləyicilər, zəhmət olmasa videonu bəyənin, mənim YouTube kanalıma abunə olun ki, hamı bilsin. Ki, bayaq məlumat verdim ki, dünyanın 40 tanım şəhərləri haqqında kitabı satıram. Hazırladığım kitabdır. Bu kitabı satıram. Və bundan əlavə telefona hüquq məsləhətləri verirəm. Eyni zamanda ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Hörmətli izləyicilər, sizin bəyənməniz mənim üçün vacibdir ki, ona görə ki, YouTube qaydalarına görə bir bəyənmə ən azından 7-8 nəfərə, yəni videonu çatdırır ki, belə bir video var. Ona görə vacibdir. Bundan əlavə qeyd edim ki, mənim 1400-dən artıq short nömrədə videolarım var. İstər sosial yardım olsun, istər pensiya olsun, istər vətəndaşlığın alınması olsun, istər əməkdaşlıq bölgəsi olsun, istər vəsaiət olsun, istər və digər məsələlər olsun ki, hansı ki, onlarla bağlı qanunverici əsasən öz fikrlərimi bildirmişəm. Məsələlər çoxdur. Dediyim kimi 1400-dən yuxarı videodur. Baxın, izləyin, suallarınızı verin. Əgər fərdi qaydada sual vermək istəsəniz, WhatsApp-a səsi mesaj atın. Mən sizin səsinizi qulaq asıb suallara cavab verəcəyəm. Oxumağa vaxtım olmur, telefonu zəng edirsiniz, bir də görürsünüz başqa yerdə olan cavab verə bilmirəm. Ona görə zürri hesab edin, ancaq səs göndərin. Bir daha xatırladıram ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır. Kanala abunə olmağı unutmayın. Diqqətinizə görə sağ olun. Sağ olun, hörmətli izləyicilər.